Salamlar, kanalıma xoş gəldiniz. Yeni bir vloga başlayırıq. Vloga belə bir qeyri-standart giriş edirik bir ana olaraq. Bu vlogu yenə də mən çoxdan çəkirəm. Aprelin ortalarıdır yəqin ki. Yenə də uzun müddət montaj etməmişəm. Qalıb məndə videolar. Amma axır ki yenə də vaxt tapdım. Daha doğrusu həvəsim, motivasiyam oldu və sizin üçün bir ard-arda vloqlar montaj edirəm. Burada yoldaşımın ad günü səhərsi günü də getmişdi yoldaşıma hədiyyələr almağa Zaradan. Daha doğrusu hədiyyələrin bəzi razmerləri uyğun deyildi, onları dəyişirdik. Əgər siz mənim kanalıma abunə olmamısınızsa, hal-hazırda qarşınıza çıxmışamsa və yaxud da sizə maraqlı gəldisə videolarım, çox xahiş edirəm abunə olasınız. Mənə çox dəstək olur, motivasiya olur. Və videolarımı bəyənsəniz, yorum yazsanız, düşüncələrinizi yazsanız da sizə maraqlı olar. Bunlar da hamısı mənə kömək olacaq yeni videolar çəkəndə. Deməli bu videoda getmişdi qızım üçün masa almağa Səfərəyəm. Çox maraqlı yerlər tapdıq burada. Çox gəzmədik. Gəldi evə masanı qurmağa, yoldaşım özü qurdu. Deməli qızlar, mən səhər zəng gəlib ki, sizə bağlama var. Saat 9-a qalmış. Düzdür, mən oyaq idim artıq səhərdən qızım oyanıb da. Yəni belə tez bağlamanı gözləmirdim. Buradakı heç yadımdan çıxıb, mən düzdür bunları sifariş eləməyim. Temudan kupon üçün sifariş vermişdim. Eləcə də qalıb, unutmuşam. Gəlim baxaq burada nə var. Deməli, belə bir önlükdür qızım üçün. Aynı şirində. Bax, hətta sənin üçün də belə bir önlükdür və bir də ki, burada dizlik olmalıydı. Dizlikdir. Baxın, belə bir şeydir. Birazdan uşaq gəzəndə və yaxud da yeməklərində də yəqin taxmaq olar belə dizlərinə ki, incitməsin. Bax, bu da səninlədir. Deməli, qızlar, mən bir ay yaxında artıq diyetaya başlamışam. Yəni, bir növ diyetada düz arada pozuram, amma çalışıram onu əməl eləməyə. Və bu videoda daha çox bu haqda danışmışam əslində. Ona görə bu videoları topladım bir yerdə. Çox az hissəsini danışmışam düzünü desəm. Amma bəlkə kiməsə xeyirli olar. Kimsə hal-hazırda arıqlamaq istəyir. Az qalıb yaya, 20 gün qalıb. Düzdür, istilər hələ indi düşür. Çox gözləyirdik biz bu istiləri. Və yaya yaxşı hazırlaşmaq lazım. Neysə, birazdan şəhərə çıxmaq istəyirəm. Belə bir patçilərim var mənim. Bunu çoxdan almışam hələ. Vaxtda almışam. Deyəsən 2024-də elə baxın. 2028-ə kimi vaxtı var. Olivia'dan almışdım deyəsən o vaxt. Düzdür, lap hər gün istifadə eləmirəm, amma yenə də içində belə şotiçkası var. Bundan götürürsünüz. Baxın, bundan götürürsünüz. Mən adətən 2-3 dənə götürürəm, çünki bir dənəsi çox nəzikdir, baxın. 2-3 dənə götürüb bir yarım saat falan gözlədirəm. Yəni yarım saat falan qalır gözlərimdə. Pis deyil yaxşıdır. Baxın, hava möhtəşəmdir. Ümumiyyətlə neçə gündə hava belədir. Düzdür, dünən biraz nəsə çöndü, bilmirəm niyə. Amma yenə də möhtəşəmdir. Deməli, bu ay qızımın ad günü. 2 gündən sonra qızımın 7 ayı tamam olur. Vaxt necə keçir? Yəqin kanallar məni başa düşər, vaxt çox tez keçir. Burada da insanlar keçir, onları çəkmək. Deməli, özüm üçün yumurta hazırlayacağım. Dünəndən qalma bir də salatım var, onunla yiyəcəm. Artıq gündə 2 dəfə qidalanıram. Gəlin sizə biraz qidam haqqında danışım istəyirsinizsə. Səhət vermək istəmirəm. Bu sırf mənə aid olan bir diyetdir. Bəlkə də kiməsə uyğun olmaya bilər. Amma ümumi şeyləri bir çox videolara baxdım, çox araşdırdım falan. Ümumi şeylər sizə deyə bilərəm istəyirsinizsə. Yəni, zaten şablon şeylərdir. Çörək şirniyyatı kəsirsiniz, bol-bol su içirsiniz, hərəkətdə olursunuz. Kalori hesablaması hər kəs üçün eyni olmur, yəni çətin ola bilər sizin üçün. Amma deməli, çalışırsınız, yəni yediyinizdən daha çox enerji sərf edirsiniz. Əgər siz fəaliyyətləmək istəyirsinizsə.
Yəni bu da zaten belə bəlli olur da. Məsəl üçün siz gündə 3 dəfə çoxlu yeyirsiniz, heç tərpənməyən bir həyat yaşayırsınız. Yəni oturaq tərzdə də belə deyək. Və bu təbii ki, kökəltməyə gətirib çıxardır. Mən hazırda demək olar bir həftəyə, heç bir həftəyə yox, 4-5 günə 2 kilo arıqlamışam. Amma düşünürəm ki, bu sırf yağ deyil, bu yəqin ki, ödəmlərdir, falandır. Amma bu da yəni bir şeydir də. Çünki hamiləlikdən sonra mənim kilom heç tərpənmirdi. Yəni 64-də elə qalmışdım. 63-ü mən görməmişəm heç vaxt hələ ki. Amma indi artıq gördüm 63-əm. 63, 200, 63, 300. Birdən məsəl üçün görürəm gün ərzində yeyirəm, axşam baxıram ki 64-əm. Amma ən azından bu da bir şeydir. Çünki mən artıq yeyəndən sonra axşamlar 66 olurdum. Yəni bu da mənim üçün stressdir. Hal-hazırda baxım biraz elə bil ki, qarnım da düzləşib. Amma çox da bilinmir hələ ki, çünki hələ yenə var, çox uzun yolum var hələ də. İndi özüm üçün adi omlet bişirəcəm. Çalışıram səhərlər mütləq yumurta yeyim. Deməli, çalışıram mütləq yumurta yeyim. Çünki yumurta tox saxlayır uzun müddət və protein də siz bilirsiniz ki, yağ olaraq zeytun yağı istifadə etməyə çalışıram. Ümumiyyətlə çox yağlı yeməməyə çalışıram. Ən çox da axşama yaxın. İndi bununla bişirəcəm. Deməli, çörək şirniyyatı kəsmişəm. Daha doğrusu sonuçta yoldaşımın ad günündə yemişəm. Yox, 1-2 gün sonra da yemişəm. Amma ondan sonra artıq şirin heç bir şey yeməmişəm. Çörək yemirəm. Sonra hətta qara çörək belə yemirəm. 1-2 gün qara çörək yedim düzdür. Amma sonra sırf keto bir diyet var. Yəni sizə də danışmışdım o haqda. Keto diyet eləmək istəyirdim və araşdırdım ki, hətta bir dənə çörək belə, qara çörək belə olsun, onu təhsil edəcək. Buna görə artıq çörək belə yemirəm. Sadəcə və makarondur və s. hələ ki belə karbohidratlarda, yəni əsas onları çıxartmışam. Düzdür, dünən yedim, biraz yedim. Amma dietik yeməyə çalışdım da, yağsız. Biraz yedim, sonra kifdə yedim. Ondan öncəki gün onun da içində düyü olur. Amma misal üçün kartoşka yemirəm, makaron, belə şeylər hələ ki yeməmişəm. İlk yeməyimi yumurta falan belə yeyirəm. İkinci yeməyimi də axşam 5-6-ya yaxın sırf misal üçün 2-3 gündür pomidor, xiyar, tuna, belə tuna salatı yeyirəm axşama yaxın. Sonra bir gün küftə yemişəm və s. Küftə yediyim gün biraz şişkinliyim artdı. Ona görə də artıq çalışıram axşama yaxın daha yüngül yeyim. Elə şeyləri günorta yeyim. Axşama kimi həzm olun. Ümumiyyətlə axşam 6-dan sonra yeməməyə çalışıram. Maksimum. Baxın, misal üçün səhər yeməm belə bir şey alındı. Yumurtadır. Yanında dünən salatdan qalmışdı. Bunu yiyəcəm. Bunu tam çörəksiz. Bunun da yanında ya yaşıl çay, ümumiyyətlə qara çay demək olar içmirəm artıq. Yaşıl çay içirəm. Özü necə içirəm? Atma olaraq yox. Bir videoda baxdım bu haqda. Ümumiyyətlə istəsəz daha ətraflı video çəkərəm bu haqda, amma tam arxayandan sonra əgər effektiv olsa hamısı. Bu videoda bacımın ad günüdür qızlar. Bacımın 23 yaş tamam olur. Məndən 7 yaş balacadır. Və ona kiçik bir sürpriz eləmək istədim. Yasemin güllərini çox sevirəm. İndi də sezonda. Elə bu gülləri alıb hədiyyəmlə birgə getdim onu təbrik eləməyə. Çox elə ki, çünki onun artıq öz planları var idi. Rəfiqəsi ilə qeyd edəcəkdi axşam. Amma yenə də birazcıq da olsa qeyd elədik. Şəhərə düşdük, onu gördüm, təbrik elədim. Sonra getdi hazırlaşma artıq axşama. Biz də qızımla ənənəmizə sadiq qalaraq boş-boşa gəzdik. Oturduq, yedik, kofe içdik, bol-bol vaxt keçirdik bir yerdə. Ümumiyyətlə, mən qızımla sıxılmıram, hələ çox balaca olsa da. Sonra gözlədik, yoldaşım da işdən çıxdı, o da gəldi bizlə, əyləşdik. Mən artıq yemək yemişdim də, sadəcə kofe içdim. O isə yemək yerdi, qızım da yemək yerdi bizdən birlikdə. Burada belə bir mini axşam bir rutinidir, belə desək. Qızım artıq yatmışdı, mən də makyajımı falan silirdim. Burada bəzi məhsulları göstərmişəm sizə makyaj silmək üçün. Misal üçün belə bir Claire'dən makyaj silmək üçün misillər su var. Bunu Olivia'dan əldə eləmişəm.
Düz bu rutini hər axşam mən eləmirəm. Bir ana olaraq həmişə bunu çatdırmıram, amma çalışıram heç olmasa makiyaj etdiyim günlər bunu edim ki, ümumiyyətlə yaş getdikcə həm də insan buna daha çox fikir verməlidir ki, dərisi təmiz olsun. Çünki makiyaj dəriyə çox təsir edir. Onunla yatmaq, durmaq və s. çox pis təsir edir. Səhərsi gün isə qızımın 7 ay tamam olurdu. Ona yenə həmişəki kimi tort sifariş eləmişəm və fotosessiyasını elədim də. Ümumiyyətlə vaxt çox tez keçir. Bunu da sizə deyim. 7 ay necə keçir? Heç bilmirsən, ona görə də vaxtınızın qədrini bilin. Analar bol-bol vaxt keçirin uşaqlarınızla. Çünki onlar artıq böyüyəcəklər. Siz isə darıxacaqsınız bu vaxtlar üçün. Necə ki, mən artıq darıxıram. Amma ona görə də elə çalışıram. Hələ ki işə çıxmayım. Hələ ki qızımla olam. Onunla bol-bol vaxt keçirdim. Çünki əsas övladlarımız da onlar bizim üçün çox önəmlidir. Belə deyək də, onların gələcəyi çox vacibdir. Ona görə biz düşünməliyik bu haqda indidən. Bu yolda isə biz toya gedirik. Toya hazırlaşıram. Bu səhv etmirəmsə ayın 26-sı olmalı idi. Dostumuzun toyudur. Çox qəşəng keçdi, maraqlı keçdi. Əsasən cavanlar güldük, əyləndik, oynadıq. Biz burada birbaşa getdik bəy evinə, sonra isə gəlinin arxasıca getdik. Oradan da restorana getdik. Əslində çox öyrəşməmişəm, normalda 6-7 gedirəm toylara, amma burada tez durdum ki, tez hazırlaşım, salona getdim və tez gəldim, geyindim. Saat 4-də artıq biz oradaydıq. Belə bir sual verim sizə, ümumiyyətlə siz toylarda hansı adət-ənənəni sevirsiniz? Misal üçün burada məhəllədə uşaqlar gəldi, uşaqlar bəy, gəlin və s. avtomobillərin qarşısını kəsib pul istəyirlər. Restoran da çox yaxşı idi, yeməkləri dadlı idi və evə qayıdanda da mini bir yağış oldu, belə deyək. Biz evə hətta gec qayıtdıq, hər kəs yola saldıq, sonra yəni bəy gəlini. Deməli, belə bir smuzi hazırlayacağım özümə. Evdə nə varsa artıq, yəni göyərti yox idi, bunlar var idi. Banan qızıma vermişdim, qalanı qatıram. Sonra almalar 2 cür olmadı, nə bilim, xiyar, limondur, kivi. İndi biraz içib çıxacağım. Qalanı da götürəcəm özümlə. Çöldə içəcəm. Əbəd əvəzi. Hava dəhşət küləklidir, aləm dəyər bir-birinə dağılır, ona görə tez qayıtdım. Marketə girdim. Yəni sənə alımı göstərim. Deməli, mineral su, nabikravi, qazlı mineral su. Geçən də bir blogerin seni vurmuşla ədəbəsin. Nə qədər bildim. Göyərti aldım, ıspanak şeyə qatmaq üçün. Qızıma belə şeylər pişirmək üçün formaçka aldım. Hiç bilmirəm bu formaçkada almadı ya. Çünki evdəkində alınmadı, evdə elə bir şey var. Onu da elədim, alınmadı. Görək bunda. Şimdi alınır. Düşünürdüm bu əriyər. Su döysə. Amma yox, niyə ərisin ki? Alınmır. Sabun. İçində isə tərəvəzlər olmalıdır. Deməli, pomidor, xiyar, brokoli, bir də soğan olmalıdır. Bu vloqdan bu qədər. Yeni vloqlar tezliklə olacaq. Bugünlük bu qədər. Hələlik.